Müəllif rahimehullah Müsəlmanın Qalası kitabında bir bölüm açır. Xoşa gəlməyən bir hadisə baş verdikdə, yaxud istədiyi bir şey baş tutmadıqda edilən dua. Xoşa gəlməyən bir iş baş verdikdə və yaxud istədiyi bir iş baş tutmadıqda edilən duanı gətirir. Qaderullahi və mə şəə fəal. Allahın qədəridir. Allahın istədiyi olur. Allah Teala'nın istədiyi olur. Deməli, bu dua, yəni insan xoşu gəlməyən bir şey baş verdiyi zaman, bir hadisə və yaxud da istədiyi bir şey baş tutmadıqda. Və bu bölümdə bundan əvvəlki bölümdən sonra zikr olunması daha münasib olardı. Hansı ki, şeytanın və vəsvəsələrinin qorunması üçün olan dua, bu da həmçinin o qəbildəndir. Çünki onunla bağlılığı vardır. Və bu barədə hədis var. Əbu Hüreyra radiyallahu anhudan qalə Rasulullah sallallahu aleyhi və səlləm, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Əl-mu'minul qaviyyu xayrun və əhabbu ilallahi minəl mu'minid daif. Yəni, güclü mömin zəif mömindən daha xeyirli və Allaha daha sevimlidir. Və fi kullin xayrun, hər birində də xeyir vardır. İhris alə mə yənfa'uka və istə'in billah və la tə'ciz. Sənə mənfəət, fayda verən bir şeyə həris ol. Allahdan yardım istə və aciz olma. Və in asabəkə şey'un fələ təqul ləv ənni fəaltu kəzə əv ləv ənni fəaltu kənə kəzə və kəzə. Başına bir iş gəldiyi zaman demək ki, mən əgər belə etsəydim, belə olardı. Və lakin qul qaderullahi və mə şəə fəal. Lakin sən de ki, Allahın qədəridir, Allahın istədiyi olur. Fə innə ləv təftəxü əmələ şeytan. Çünki ləv, yəni əgər kəlməsi şeytanın əməlinə, ya şeytana qapı açır. Yəni, bu əzəmətli bir hədisdir və özündə mənaları, ədəbləri əhatə edir, hansı ki, mömin onları gerçəkləşdirməyə çalışmalıdır. Və burada keçən Peyğəmbər sallallahu aleyhi və səlləmin sözü Əl-mu'minul qaviy, güclü mömin. Güclü mömin deyildiyi zaman nəzərdə tutulan nədir? Yəni, güclü yaxşı işlərdə, itaətdə və çətinliklərə səbr etməkdə, dözməkdə güclü olan mömin. Başına gələn müsibətlərə səbr edərkən güclü olan mömin nəzərdə tutulur. Yəni, güclü, yəni işlərdə oyaq olandır. Və həmçinin işləri düzgün şəkildə yönətməyə, idarə etməyə müvəffəq olandır. وَالْمَصَالِحِ الشَّرِعِ بِالنَّظَرِ إِلَى الْمُقَدِّمَاتِ وَالْأَسْبَابِ və həmçinin şəri məsləhətlərə müvəffəq olandır. Yəni, bunun səbəblərinə baxaraq وَذَلِكَ بِأَعْمَالِ النَّظَرِ وَالْفِلْكِ فِي مَآلَاتِ الْأُمُورِ və həmçinin yəni işlərin nəticəsi haqqında düşünməklə və o mömindir ki, çalışır, məsələlərə ciddi yanaşır. Və yaqva aləd taat və itaətə gücü çatır və eyni zamanda da tədbirlidir və eyni zamanda qətiyyətlidir. Səvən kənə dəlikə fīmə yəttəsi bi amel axirə minəl ibadət əl-məhza əv yətələ bi masalil ümmə. Fərqi yoxdur, istəyir bu axirət əməli olsun, yəni insanın xalis ibadətlər və yaxud da ümumi ümmətin məsləhəti ilə, xeyri ilə bağlı olan məsələlər olsun. Fəmithlu hədə yəkun miqdəmən, yəni belə bir insan, güclü mömin, irəli addım atan olur və yaxşını əmr edən, pisdən çəkindirən və həmçinin bu yolda olan
çətinliklərə dözən, səbr edən və itaətə və ibadətə rəğbəti çox olan kimsədir. Və müxtəlif növ ibadətlərə, zikirlərdir, namazdır, orucdur, həc, cihad və bundan başqa ibadətlər. Fəhvə ya'zimu alə zəlik və buna qəti qərar verir. Bunları yerinə yetirməkdə ciddi yanaşır, addım atır və səbr edir və bunu mühafizə edir, qoruyur, davamlı olur. Elm əhlindən bəziləri demişlər ki, güclü deyildiyi zaman burada nəzərdə tutulan, yəni insanlara qarışmaqda gücünün olmasıdır. Yəni insanlar içərisində olur və insanlar tərəfindən gələn əziyyətə səbr edir və onların ehtiyacı olan işləri onlara öyrətməklə yanaşı, onlara nəsihət etməklə, onlara doğru olanı öyrədir, yönəldir. Necə ki, İbn Ömər radiyallahu anhumadan rəvayət olunan hədisdə gəlmişdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurur: "Əl-mu'minu ləzi yuxalitun nas və yasbiru alə ədahum xeyrun minəl mu'minu ləzi la yuxalitun nas və la yasbiru alə ədahum." Yəni o mömin ki, insanlara qarışır və insanların əziyyətindən ona toxunur, xeyirlidir o mömindən ki, nə insanlara qarışır, nə də insanların əziyyətindən ona toxunur. Və bu mənada şək yoxdur ki, bu hədisin ümumiliyinə daxildir, yəni güclü mömin vəsfinə daxildir. Və bəziləri isə bunu iman gücünə qaytarmışdır. Yəni, əl-mu'minul qavi deyildiyi zaman güclü iman gətirən, yəni imanında güclü olan. İmanında güclü olan mömin, imanında zəif olan mömindən daha xeyirlidir. Və bu mənada doğrudur. Fəquvvatul iman yetəfərrə anhə mə zükirə minəl əzəym alə't taat. Güclü imandan o qeyd olunan ibadətdə qətiyyətli olmaq, əzimkar olmaq ortaya çıxır və bu ibadətləri, Allaha yaxınlaşdıran əməlləri sabit şəkildə yerinə yetirmək yaranır və həmçinin bu yolda çətinliklərə dözmək. Hamısı bura daxildir. Və bununla artıq o güc, nəzərdə tutulan güc bəlli olur və burada bədən gücü deyildir. Yəni, güclü mömin deyildiyi zaman, yəni güclü əzələsi olan mömin, bədən gücü olan deyil. Yəni, idmanla məşğul olub güclü olan mömin nəzərdə tutulmur. Məqsəd bu deyil. Bütün bu hədisə izah verənlər, şərh edənlər demişlər ki, bu ibadətdə güclü olan, itaətlərdə güclü olan, imanda güclü olan, yəni buna oxşar əməllərdə güclü olan nəzərdə tutulur. Yəni onlar heç biri bədən gücü, əzələ gücündən danışmamışlar. Fəl-mu'min huvəl-qavi fi imanihi. Yəni mömin imanında güclü olandır, Rəbbinə olan itaətində güclü olandır və həmçinin səbirli və dözümlü olandır. Yəni burada meyar bədən gücü deyildir. Və bəzən ola bilər ki, insan bədən tərəfdən güclüdür, lakin onun ibadətə bir himməsi, iradəsi, rəğbəti yoxdur. Və həmçinin ibadətdə daha zəifdir və ibadətə fəal deyil və o əməlləri yerinə yetirməkdə himməsi belə qalxmır. Hər hansı bir işə başladığı zaman zəifləyir, kəsilir, tərk edir, yorulur və deməli bu nəzərdə tutulmur. İbn Hüseymin rahimehullah deyir ki, əgər idman zallarının üzərinə və yaxud meydançalara bu ifadə yazılsa, yəni hədisdə keçən innəl mu'minəl qavi xeyru minəl mu'minul zayif, yəni güclü mömin zəif mömindən daha xeyirlidir. Yəni bu icazəli deyildir. Yəni bunu yazmaq icazəli deyil. Nəyə görə? Çünki bu hədisi belə yazmaq, hədisi qəsd olunmayan, hədisdə nəzərdə tutulmayan mənaya yönəltməkdir. Əgər iki nəfər imanda güclü olarsa, yəni iki nəfər imanda bərabərdir və yaxud da ibadətlərə, itaətlərə, Allaha yaxınlaşdıran əməllərdə çalışmaqda bərabərdirsə və eyni zamanda səbir, səbatda lakin kən əhədu hədən əxva fi cəsədi və bunda bərabər olmaqla yanaşı onlardan digəri
biri bədən tərəfdən də güclü olarsa, fəadi min vucuh təvaliyyən, bu da bir növ yəni üstünlük ola bilər. Əgər iman məsələlərində, ibadət məsələlərində eynidirsə. Lakin leysə hədə huvəl murad bil hədis. Lakin hədisdə nəzərdə tutulan, yəni tam şəkildə bədən gücü deyildir. Və la yəhsə ən yətəbədə ilə zihni və həmçinin də insanın yəni zehni elə buna yönəlməli deyil. Yəni güclü mömin zəif mömindən daha xeyirlidir deyildiyi zaman, yəni imanında güclü olan, bədənində yox. Bədən tərəfdən güclü olan yox, imanında güclü olan mömin, imanda zəif olan mömindən daha xeyirlidir. Sonra buyurur ki, وَفِي كُلِّنْ خَيْرٍ və hər birisində də xeyir vardır. Yəni, güclü mömində də, zəif mömində də xeyir vardır. Yəni, xeyrin əsli hər ikisində mövcuddur. Çünki imanda müştərəkdirlər. Bu da mömindir, bu da mömindir və o birisi isə zəifdir. Və imanında zəif olan da xeyirdən xali deyildir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, وَفِي كُلِّنْ خَيْرٌ yəni, hər ikisində, hər birində xeyir vardır. Yəni, kimsə düşünməsin ki, yəni, zəif mömində heç bir xeyir yoxdur. Xeyir olan, yəni, güclü mömindir. Xeyir olmayan isə kafirdir. Yəni, xeyir olmayan kimsə kafirdir. Yəni, insanda iman varsa, onda müəyyən qədər yəni, xeyir vardır. Yəni, belə bir üslub bəlağətdə ihtiraz deyilir. Yəni, Quranda da, məsələn, buna oxşar ayələr keçir. Məsələn, Allah Teala deyir ki, "Lə yəstəvi minkum men anfaqa min qablil fəthi və qatal." Yəni, sizdən fəthdən əvvəl xərcləyənlər, fəthdən, Məkkənin fəthindən əvvəl vuruşanla, sonra xərcləyənlər, vuruşanlar eyni deyildir. Sonra buyurur ki, "Ulaike a'zamu dərəcətən minəllezîne anfaqu min ba'du və qatalu." Yəni onlar Məkkənin fəthindən sonra Allah yolunda xərcləyənlərdən və vuruşanlardan daha xeyirlidir. Yəni ola bilər ki, tək bununla qurtarsaydı, yəni insan elə düşünə bilərdi ki, yəni o birlərdə xeyir yoxdur və Allah Teala sonra buyurur ki, "Və kullən va'adallahu'l husna." Allah Teala onların hər birinə cənnəti vəd vermişdir. Yəni Məkkənin fəthindən əvvəl iman gətirənlərə də, sonra iman gətirənlərə də. Və həmçinin Davud əleyhissalam haqqında deyir, "Və Davud və Süleyman iz yahkumani fil harth." Və Davudla Süleyman əleyhissalam, yəni o əkin haqqında hansı ki bir qövmün qoyunları ora girmişdi. Bu barədə hökm verərkən ikisinin də hökmünü gətirir, ikisi də hökm verir. Sonra Allah Teala buyurur ki, "Fəfəhəmnəhə Süleyman." Onu biz Süleymana anlatdıq. Və buradan da tək belə qurtarsaydı, başa düşülə bilərdi ki, burada bir növ Davud əleyhissalam üçün naqislik kimi görsənə bilər. Və bunu aradan Allah Teala qaldıraraq buyurur ki, "Və kullən əteyna hukmen və ilmə." Onların hər birinə, Süleymana da, Davuda da hökm və elm vermişik. Yəni artıq kimsə düşünməsin ki, Davud əleyhissalamda naqislik var. Deməli, bu hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "İhris alə mə yənfa'uka və istə'in billah və la ta'ciz." Sənə fayda verən bir şeyə həris ol və Allahdan yardım istə və aciz olma. Aciz olma. Yəni, sənə fayda verən bir şeyə həris ol, yəni dini işlərdə. Amma o ki, qaldı dünyavi işlərdə, yəni insanların belə həris olmasına ehtiyac yoxdur. Şatib rahimehullah deyir ki, "Təcidül əmra kəsirən mə yəti bis-salat vəl-muhafizə aleyhə və mə ilə dəlik minəl ibadə şəqqə kəs-sadaqa vəl-infaq fi səbilillah, və lakin la yətil əmr bil-əkl. Əkli ta'am və şurb və nikah və mə ilə dəlikə mimmə təştəhiyin nüfus." Şatibi rahimehullah deyir ki, yəni görürsən ki, namaz haqqında gəlir dəlillər, namaza gəlmək, namazı qorunmaq, mühafizə etmək və həmçinin digər ağır olan ibadətlərə həvəsləndirmə haqqında dəlillər gəlir, sədəqə vermək, Allah yolunda xərcləmək. Amma yemək, içmək, evlilik kimi məsələlərdə belə bir o qədər də həvəsləndirmə yoxdur.
belə dəlillər. Çünki elə belə də insanın nəfsi buna meyl edən bir şeydir. Nəfsinə xoş gələn bir şeydir. Yəni, yemək, içmək, evlilik, bəzən deyirlər ki, yəni, evliliyə həvəsləndirmək, yəni, buna həvəsləndirməyə ehtiyac yoxdur. Elə belə də insanda bu işlərə həvəs var, meyil var. Yəni, insanları ibadətə həvəsləndirmək lazım, ibadətə, əməllərə, nəfsə ağır gələn işlərə həvəsləndirmək lazımdır ki, insan ona yönəlsin. Və mə ilə dəlik mimmə təştəyi nufuz və təstəlidu və tatu fəhiyyə leysə bihəcə ilə mən yuharrisuha. Yəni, bu kimi əməllərin kiminsə tərəfindən ona həris olsunlar deyə həvəsləndirməyə ehtiyac yoxdur. Və incə dəlikə fə innəmə yəti adətən fi siyaq müəyyən və gəlsə də bəzən ümumi olaraq nemət baxımından gəlir, neməti xatırlatmaq baxımından gəlir. Necə ki, Allah Teala buyurur: "Ya eyyuhər rusulu kulu minət-tayyibati və a'malu salihə." Ey peyğəmbərlər, rasullar, siz pak olandan yeyin və salih əməllər edin. Və digər ayədə buyurur: "Ya eyyuhellezina amanu kulu min tayyibati ma razaqnakum veşkuru lillah." Ey iman gətirənlər, sizə verdiyimiz pak ruzi olaraq verdiyiniz pak nemətlərdən yeyin və Allaha şükr edin. Və deməli, bu neməti xatırlatmaq baxımındandır. Lakin o ki, qaldı insanları həvəsləndirmək, yəni bu barədə yoxdur. Sadəcə bunlar yeyin için deyildiyi zaman nemət xatırlanır və həmçinin şükrə yönəltmək baxımındandır. Yəni insanların bu baxımdan yeməyə həvəsləndirməyə ehtiyac yoxdur. Və buna görə də deyilir ki, "Əd-duatu ilallah", yəni Allahın yoluna çağıran insanlar, onlar doğru yolu göstərənlərdir. Onlar rasulların ardıcıllarıdır. Və buna görə də yəni onlar insanları yemək, içmək, müəyyən qazanc, mal, dövlət, bu kimi şeylərdə yol göstərmək üçün ayrılmağa ehtiyac yoxdur. Necə malını insan çoxalda bilər, sərvətini çoxalda bilər və yaxud da malını necə idarə edə bilər. Yəni, bu kimi şeylərə ehtiyac yoxdur. İnsanları əməllərə, yəni axirəti qazandıran əməllərə yönətmək, bu yolu göstərmək lazımdır. Deməli, hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "İhris alə mə yənfa'uk", yəni sənə fayda verən şeyə həris ol. Yəni, itaətə həris ol. Və bu işdə Allahdan yardım istə. Və lə təciz və aciz olma. Yəni, tənbəllik etmə ibadətləri əldə etməkdə, ibadətlərə yönəlməkdə və Rəbbindən yardım istə. فَإِنَّهُ لَا يُمْكِنُ لِلْعَبْدِ أَنْ يَقُومَ بِشَيْءٍ مِنْ هَذِهِ الْوَظَائِفِ. Çünki insanın bu vəzifələrdən hər hansı birini yerinə yetirməsi mümkün deyildir əgər Allahın yardımı yoxdursa. Çünki insanın bir haldan başqa hala keçməsi Allahın ona olan yardımı sayəsində olur. Allahın yardımı olmasa, insanın bir haldan başqa hala keçməsi mümkün deyildir. Və bu da Peyğəmbər sallallahu aleyhi və səlləmin tövsiyəsidir. Əhatəli bir tövsiyədir. Yəni, bunun mənasını dəyişməyə ehtiyac yoxdur. Yəni, bunu dünyavi işlərə çevirməyə ehtiyac yoxdur. Və ağıllı insan o kəsdir ki, nəsihətə icabət edir, ibrət alır və bu kimi tövsiyələrdən faydalanır. Və ömrünü fayda verməyən işlərə xərcləmir. Və yaxud da arzular ardınca getmir, sonranı ardınca getmir, yəni sonra edərəm, sonra başlayaram. Və yaxud da elə bir işlər ki, o işlərin altında bir fayda yoxdur. Əksinə zərər var, yəni belə işlərə insan getmir. Yəni mömin insan bu tövsiyədən faydalanan kimsə. Amma çox təəssüf olsun ki, bəzən ömür keçir və bu ömrü bəzən insanın 70 ildə və daha çox ildə yəni əldə etdiyi nailiyyətlər yəni qısaldılası olsa, cəm ediləsi olsa, yəni 3 ildən artıq etmir. Elə bir ki, yerdə qalan ömür elə bir ki, boşa getmişdir və boş arzular, qiyməti olmayan boş arzulara getmişdir. Və həmçinin insanın uca işləri əldə etməkdə, qazanmaqda həris olması fəinnədə yəhtəc ilə sabır və bunun da səbrə, Allahdan yardım istəməyə ehtiyacı vardır, hərisliyə ehtiyacı vardır. Çünki rəğbəti olmayan insanın hər hansı bir işi görməsi də
mümkün değildir. Və həmçinin də aciz insan yalnız öz nəfsinə yönəlir, öz gücünə, öz qüdrətinə. فَإِنَّهُ لَا يُحَقِّقُ مَطْلُوبًا. O insan hər hansı bir mətləbi həyata keçirə bilmir və yaxud da böyük bir fayda əldə edə bilmir. Və burada yəni Allahdan yardım istə, yəni bütün işlərdə və la təciz və aciz olma. Yəni hərislikdən aciz olma, yardım istəməkdən aciz olma. Yəni bu ümumi gəldiyi üçün hər bir şeyi əhatə edir. Çünki Allah Teala sənə ibadətdə, itaətdə və digər işlərdə güc verməyə qadirdir. Əgər sən Allahdan yardım istəmək üzərində doğru olsan. Və bəzi elm əhli buyurur ki, aciz olma, yəni sənə əmr olunan işi yerinə yetirməkdə aciz olma. Və yaxud da yalnız Allahdan yardım istəməklə işi tərk etmə, yəni bununla kifayətlənərək işi tərk etmə. Və buna görə bunları cəm etmək lazım. Yardım istəməklə, dua ilə yanaşı insan çalışmalıdır, həris olmalıdır, səbəblərdən tutmalıdır və sonra bu yolda səbr etməlidir. Və amma o ki, qaldı insan deyir ki, mən Allahdan yardım istəyirəm, müvəffəqiyyət istəyirəm və mənim üçün dua edin, Allah Teala məni hidayət etsin və işlərdə mənə yardım gəlsin. Yəni bu kifayət deyil. Yəni insan dua etməklə yanaşı, yardım istəməklə yanaşı insanda sadiq, doğru rəğbət olmalıdır və güclü hərislik olmalıdır. Yəni o əməli yerinə yetirmək üçün. Çünki işin əvvəli qətiyyətdir, əzmkarlıqdır. Və bundan sonra isə yəni ardınca əməl gəlir. Deməli, bu hədisdə səbəblərdən tutmağa dəlil vardır. Allahdan yardım istəməklə yanaşı. Və həmçinin Allahın əmrinə təslim olmaq. Allah Teala'nın qədərinə təslim olmaq. Və necə ki, buna hədisin ikinci hissəsi dəlalət edir. İbn Teymiyyə rahimehullah buyurur ki, "Bi-enne Nəbiyyə sallallahu əleyhi və səlləm əmara bi-hirsil abdi alə mə yenfa'u." Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm insana ona fayda verəcək bir şeyə həris olmağı əmr etmişdir və Allahdan yardım istəməyi və aciz olmaqdan onu çəkindirmişdir. Və sonra deyir ki, "Və enfa'u ma lil-abdi el-hirsu alə mə yenfa'." Və insan üçün ən faydalı olan, ona faydalı olan, mənfəətli olan bir işə həris olmasıdır. Faydalı olan nədir? Sonra buyurur ki, İbn Teymiyyə rahimehullah, "Enfa' ma lil-abdi ta'atullah və rasulih." İnsana ən faydalı olan Allaha və Rasuluna itaat etməsidir. Allaha və Rasuluna itaat etməsi insan üçün ən faydalı şeydir. Və bu ibadətdir. Yəni bu iki əsas, ibadət və yardım istəmək, elə bunların həqiqəti Fatihə surəsində keçir. İyyəkə nə'budu və iyyəkə nəstə'in. Yalnız sənə ibadət edir və yalnız səndən yardım istəyirik. Və nəhəhu anil aciz və acizlikdən çəkindirir. Yəni insan səhlənkarlıq etməsi, gecikdirməsi, yubatması və zay etməsi. Bundan Peyğəmbər sallallahu aleyhi və səlləm çəkindirmişdir. Və İbn Qayyim rahimehullah buyurur ki, "Ennel acze huve aslul maasi cemi'a." Yəni acizlik bütün günahların əslidir. Fe innel abde ya'cizu an esbab a'mal ta'at. Görürsən insan ibadət əməlləri, itaat olan əməllərin səbəblərindən aciz olur və həmçinin onu günahlardan uzaqlaşdıracaq səbəblərdən aciz olur və onunla o səbəblər arasında bir mane olur və insan günahlara düşür. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm yönəldərək bundan sonra hər hansı bir insan sevdiyi bir şey ötdüyü zaman, ondan yan keçdiyi zaman və yaxud da xoşa gəlməz bir hadisə baş verdiyi zaman "Qale aleyke bil ciddi vel isti'anə" və üzərinə düşən ciddi olmaq, Allahdan yardım istəmək, tərəddüd etmə və gecikmə. Kun miqdamən və sən irəli addım atanlardan ol və qətiyyət sahibi ol. Fə infətəkə şeyun minəl matalib. Sənin istədiyin mətləblərindən hər hansı bir şey ötdüyü zaman, yəni əldə etmədiyin zaman və yaxud da xoşlamadığın bir iş baş verdiyi zaman, istəyir dini işlərdə olsun, dünyavi işlərdə olsun, fələ təqul ləv ənni fəaltu kədə. Demək ki, əgər mən belə etsəydim, belə olardı.
ləmə asabəni zəlik. Bu mənə baş verməzdi və bu doğru söz deyildir. Faydalı deyildir. Çünki Allah Teala buyurur: "Qul len yusibena illa ma kataballahu lana." De ki, yalnız bizə Allahın yazdığı baş verir, üz verir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki: "Va'lem enne ma asabaka lam yakun liyuxtiyak." Və bil ki, sənə toxunan səndən yan keçən deyildir və səndən yan keçən isə sənə toxunan deyildir. Və həmçinin Allah Teala buyurur: "Likey la tahzanu ala ma fatakum." Yəni bu ona görədir ki, yəni ötən işlərə görə kədərlənməyəsiniz. Yəni Allah Teala bu işləri təqdir etmişdir və buna görə insanın qəm, qüssə, kədər udmasına, ağrılar çəkməsinə ehtiyac yoxdur. Hansı ki, onun üzərində bir fayda yoxdur. Yəni insan deməli qədərullah, yəni bu Allahın qədəridir, Allahın təqdiridir. Və mə şəə fəal və Allah Teala'nın istədiyi olur. Və sonra buyurur ki, fə innə ləv, bu əgər kəlməsində bir fayda yoxdur. Təftəhu əmələ şeytan, yəni şeytanın əməlinə qapı açır. Həzihi alə mərati ləv ənə qalə mu'təqidən lima'nəyən ənəhu ləv i'təqədə ənə tədbirəhu ləhiq əllədi istədrəq və istəbənəhu yədfə'unhu mə quddirə və mə kən fə innə hədə yəqdəhu fi'l-i'tiqad. Yəni bunun da sözsüz ki, bu sözü deməyin özündə də müəyyən mərtəbələr vardır. Əgər insan etiqad edərək deyərsə ki, yəni onun öz tədbiri baş versəydi, yəni onun öz tədbiri yetişsəydi, yəni Allahın qədərini soruşturardı, bu artıq insana etiqadına xələl gətirir və bir növ qədəri təkzib etməyə, yalan saymağa gətirib çıxardır. Yəni qədər də odur ki, Allahın istədiyi olur, istəmədiyi olmur. Necə ki Allah Teala buyurur, yəni insan nə qədər tədbirli olsa belə, Allah Teala buyurur ki, "Qul law kuntum fi buyutikum." De ki, əgər siz evinizdə olsanız belə, "La barazallazina kutiba alayhimul qatlu ila madaci'ihim." Öldürülməsi yazılan kimsələr öldürüləcəyi yerə çıxarılacaqdır. Yəni evinizdə olsaydınız belə, kimin ki öldürülməsi yazılıb, o öldürüləcəyi yerə çıxarılacaq mütləq şəkildə. Yəni çünki onlar deyirdilər ki, "Ləv kanu indana ma matu ma qutu." Əgər onlar bizim yanımızda olsaydılar, ölməzdilər və öldürülməzdilər. "Ləv ata'una ma qutilu." Əgər bizə itaat etsəydilər, öldürülməzdilər deyirdilər. Allah Teala cavabında belə buyurur. Yəni bu ölümün də baş verməsi labüddür. Yəni mütləq baş verəcəkdir. Və fi nəfsis sə'a. Həmən anda və min thəmmə aləl-abdi ən yarda bi qadaillah. Və buradan da insan Allahın qəza və qədərinə razı qalmalı. Yəni bu kimi boş arzular etməsinə ehtiyac yoxdur. Yəni əgər belə etsəydim, belə olardı. Yəni bunun özündə müəyyən ixtilaf var, amma daha yaxın olan odur ki, bunu dünyavi işlərdə işlətmək olmaz. Yəni dünyavi işlərdə də keçmişdə baş verən hadisələr üçün. Yəni gələcək üçün dünyavi işlərdə olur. Əgər sən sabah gəlsən, belə olacaq, yəni falan şey veriləcək məsələn, o gələcək üçün problem yoxdur. Və bunun əsas problem olan forması dünyavi işlərə aiddir, artıq olub keçən. Hər hansı bir hadisə olur, əgər belə olsaydı, belə olardı deməsi. Amma dini işlərdə isə, hətta keçmişdə olan hadisələrdə də istifadə olunmasında dini işlərdə problem yoxdur. Amma ləv, yəni əgər sözü, yəni qadağan olunan forması dünyavi işlərə aiddir və keçən işlərə, dünyavi işlərdə və keçmişdə olan hadisələrə. Çünki belə olanda artıq insan yəni pis fikirlərə və şeytanın vəsvəsələrinə qapı açmış olur. Və bunun səbəbi ilə də insan kədərlənməyə başlayır və bunu yeniləyir bu kədərini və həmçinin insanda qədərə qarşı
Yəni etiraz yaranır.